Aparıcı olaraq özünüzə qadağa qoyduğunuz mövzular varmı? Aparıcı olaraq özümə qadağa qoyduğum bir vacib məsələ var. Mövzu filan yox, mən aparıcıyam. Mən istənilən bir mövzuda tamaşaçının qarşısında çıxış edə bilərəm və o mövzunu onlara çatdırmaq kimi bir peşəkarlığım olmalıdır. Bu mənim sənətimin, işimin tərkib hissəsidir və birbaşa borcumdur. Amma tamaşaçının qarşısında özüm üçün qoyduğum qızıl bir qanunum var. Heç vaxt tamaşaçıya yuxarıdan aşağı baxmamaq. Mən bunu özümə icazə vermirəm, qadağa edirəm. Bilirsiniz niyə? Çünki mənə baxan, məndən də dəfələrlə yüksək statusda olan, ağıllı kamallı olan, ziyalı olan, ömrünü elmə, ömrünü hansısa bir araşdırmalara həsr edən insanlar var. Məni onlardan ayıran nədir? Bir tək o televiziyanın ekranı və bir o tribuna mənə verilib ki, mən oradan söz demək kimi bir ixtiyarım var. Bilirsiniz, bizə baxan adamlar var ki, bizdən dəfələrlə, bu söz kobud səslənə bilər, amma dəfələrlə ağıllı və böyükdülər. Çox razıyam. Bilirsiniz, və mən necə bir ixtiyar verə bilərəm özümə, buradan əl silkələyib, barmaq silkələyib, onlara nə isə bir yol göstərib, məktəb keçmək, dərs keçmək. Həqiqətən bu belədir. Mənim özümə qoyduğum qadağa odur ki, həddini bil. Yəni və 25 ildir mən radio, televiziya təcrübəmdə bunu özüm üçün qızıl qanun olaraq yanımda əl-ələ tutmuşam və addımlayıram. Bravo. Yəni heç bir kəsə mənim ağıl öyrətmək, yol göstərmək, hələ üstəlik barmaq silkələyərək nəyi necə et demək kimi bir icazən olmayacaq Salih Bağırov. Vəssalam.